Gündəlik 1500 kalori qəbul eləməliyəm. Nə fərqi var mən bu 1500 kalorini qəbul eləyim 3 dəfəyə 500-500 kalori olaraq və yaxud da ki, gecə saat 11-də oturum bir dəfəyə 1500 kalorini qəbul eləyim. Mənim ona belə bir cavabım var idi. Təsəvvürünüzə gətirin ki, 100 kiloluq qumla dolu bir meşox var qarşınızda və siz onu A nöqtəsindən B nöqtəsinə qədər daşımalısınız. İndi sizin belinizə o 100 kiloqramlıq meşoğu bir dəfəyə yükləsələr, sizi o ağır yükün altında qoysalarmı yaxşı olar, yoxsa 10 kiloqramlıq kiçik porsiyalarla onu 10 dəfəyə gedib gəlib heç demək olar ki, yəni belə yüngülvari yorulub elə aparıb onu ora tökməkmi sizə daha rahat gələr. Hətta söhbət eləyə kimlənsə də onu ola bilər ki, bir 10 dəfə o yan bu yan gedib gələrsiniz, ancaq rahat şəkildə onu boşaldarsınız. Biraz da vaxtınız gedir, amma o 100 kiloqram yükün altında qalıb əzilməzsiniz. Orqanizm də elədir. Bir dəfəyə ona 1500 kalorini bir qida vasitəsi olaraq ötürəndə həmin qidanın tərkibində olan həm enerjinin, həm qidalı maddələrin orqanizm tərəfindən mənimsənilmə keyfiyyəti aşağı düşür. Ona görə də az porsiyalarla gün ərzində 3 dəfə qida qəbul etmək orqanizmə həmin qidalar arasında fasilələr verməklə qidaların tərkibini normal şəkildə həzm etməyə imkan verir.